Bir nəfər tacir, imkanlı bir şəxs durur, gedir İmam Rızanın ziyarətinə. O dövrdə, keçmişdə yığır, bir aylıq azuqəsin pulun yığır. Deyir, gedərəm bir dənə ev icarə eləyəcəm İmam Rızanın hərəminin yanında, bir ay mən orada qalaram. Bir ay İmam Rızanı ziyarət eləyərəm, bir ay orada qalaram. Gedir, çatır ora, ev tapır filan, pulunu itirir. Pulunu itirir, gəlir İmam Rızanın hərəminə, deyir, ağa, mən sənin qonağıyam, gəlmişəm, bir ay burada qalmaq istəyirdim, indi bütün pulumu itirmişəm. Mən də ticarətçi adamam, mən heç kimə ağız açan deyiləm, heç kimə ağız aça bilmərəm. Ona görə xahiş edirəm, mənə diqqət elə. Bugün bunu istədi, çıxır, gedir, yatır. Sabahsı gəlir, daha yemək almağa da pulu yoxdur, indi ac gəlib. Deyir, ağa, dərdimin biri də çoxaldı. İndi gəlmişəm, həm də acam. Sən ki, qonağı belə qoymazsan. Gedir, yuxusuna gəlir, Həzrət buna deyir ki, get sübh namazından sonra filan qapıda dayanarsan, bir nəfər gələcək, sənə salam verəcək, səninlə salamlaşacaq. Onunla neynə, məsələvi ona danış. Ona danış, ona denən dərdüvi həll eləyəcək, narahat olma. Bu da yatır, səhər sübh namazını qılır, sübh namazından sonra keçir hərəmdə o qapıda, görür ki, İsmail gəlir. Baxır, salam mələk, əleyhissalam, necəsən, filan, sağ ol, Allah qəbul eləsin, sən də ziyarətdəsən, bəli, Allah qəbul eləsin, nə qulluq, heç nə, filan, baxır, deyir, binamaz adamdır bu, mənim bundan nə istəyim, nə istəyə bilərəm bundan. Çıxır, gedir, gəlir yenə də, deyir ki, İmam Rıza əleyhissalama, ağa, bu qapıda durdum, gələn bir dənə binamazdır, məni ara göndərmişsən. Gecə yatır, yuxuda yenə də imam deyir, get dur orada, gələn sənə salam verəcək, onunla məsələvi danış. İkinci gün gəlir, dayanır, yenə görür ki, İsmail gəlir. Deyir, nə dərdim var da, danışır, nə müşkülüm var, nə xidmət edeyim sənə. Deyir ki, mən sözün açığı, pulumu itirmişəm, qalmışam belə. Çıxardır, buna pul verir, deyir, götür bu pulu, buradasan, deyir, bəli, mən bir ay burada niyyət eləmişəm filan, deyir, hə, qutarandan sonra ziyarətin, gələrsən burada məni gedəndə, burada gözləyərsən, gələrəm, görüşərik, sonra gedərsən. Deyir, yaxşı. Bu gedir, bir ay tamam olur, gəlir orada dayanır, İsmail gəlir, onun çantasını götürür, deyir, gəl dalımca. Deyir, məhəllələrin arasından gedirik, mən də bunun dalısıca gəlirəm. Gəldi, bir yerə çatdıq, oturdu, deyir, dedi, akşi diyan sən, deyir, sən namaz əhli deyilsən, sən 2 gündür İmam Rıza yuxuma gəlir, məni göndərir qapıya, sən qabağıma çıxırsan. Bunların hamısı bir yana, o pul ki mənə verdin, eynən itirdiyim məbləğ. Həmən pulu mənə verdin. Nə məsələdir? Deyir, mənə qayıtdı, dedi, otur arxamda, çox danışma, otur. Mən nə deyirəm, sən dedi. Deyir, bir də hiss elədim ki, yer ayağının altından gedir. Ayıldım, gördüm ki, bu kişi teyyürlərzə sahibdir. Dedim, sən neynəmirsən, biz sənin namaz qılan kimi tanımırıq. Deyir, dedi, mən cəmaatın içində qılmırdım namazımı. Mən namazımı dövrün imamının arxasında qılmışam. Mən namazlarımda orada olmuşam. İnsan bu məqamlara yetişə bilir əməl nəticəsində.